Əmlak xəbərlərinin növbəti buraxılışını izləyirsiniz. İndi isə keçək növbəti reportajımıza. Nizami rayonu Nizami metrosunun yaxınlığında Mirzəfətəli Axundov küçəsində yerləşən Kəpəz MTK adlı binanın 10-cu mərtəbəsində 142 kvadrat metrdən ibarət 3 otaqlı, yeni tikili, çıxarışlı binada 380 minə mənzil satışa çıxarılıb. Hal-hazırda mənzil ofis kimi icarədədir. Mənzildə 2 sanuzer və 2 eyvan mövcuddur. Mənzil şəxsi yaşayış üçün bahalı və keyfiyyətli materiallardan istifadə etməklə təmir edilib. Bütün otaqlarda kondisioner mövcuddur. Mebellər otaqların ölçüsünə uyğun yığılıbdır. Real alıcılara endirim olunacaq. Mənzili vasitəsiz əldə etmək istəyirsinizsə, birbaşa ev sahibinin 055 347 8089 nömrəli mobil nömrəsinə zəng edə bilərsiniz. Yenidən qeyd etmək istəyirəm ki, mənzilin ümumi sahəsi 142 kvadrat metrdən və qanuni 3 otaqdan ibarətdir. Çıxarışlıdır, ipoteklə tam yararlıdır və start qiyməti isə 380 min manatdan başlayır. Əgər bu mənzili əldə etsəniz, gələcəyiniz üçün çox gözəl investisiya yatırımı etmiş olacaqsınız.